Hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, hörmətli müəllimlər, dəyərli kanal izləyiciləri. Python dövr operatoru və ədədlər üzərində əməllər bölməsinə aid olan ətraflı yazılı cavab tələb olunan tapşırıqlara aid olan sualları işləməyə başlayacağıq. Qeyd edim ki, DİM toplu 2025-ci il kitabında səhifə 137-ci hissədən başlayırıq. Ümid edirəm, hər şey qaydasındadır. Ümid edirəm, nələrsə bu videodan da əldə etmiş olacağıq. Belə ki, biz isə başlaya bilərik 100-cü tapşırıqdan. Klaviaturadan daxil edilmiş natural ədədin rəqəmlərini olduğu kimi düzgün ardıcıllıqla alt-alta çap edən proqramı Python dilində yazın. Deməli, nümunə verilib, bu ifadəni bu şəkildə yazacağıq və keçid alaq Visual Studio proqramda bunu yazmağa. Burada yazırıq. Bu kodu yazmaq üçün bizim əlimizdə fərqli versiyalar ola bilər, amma düşünürəm ki, bu versiya daha rahat olacaq. İlk öncə ədəd daxil etdiyimizi nəzərə alırıq, bu şəkildə yazıram. Bu artıq natural ədəd dediyimiz anda bizim işimizi görəcək və bunun davamında mən istəyirəm ki, bunu for ilə yazaq və for i in str n yazıram. Niyə str-ə çevirdim? Ona görə str-ə çevirdim ki, artıq i olaraq bunun içərisində gəzə bilim. Məsələn, bizim nümunəmizdə belə bir ədəd daxil ediriksə, 2783 daxil ediriksə, 2-ni, 7-ni, 8-i və 3-ü ayrı-ayrılıqda görə bilim. Bunu int olsaydı edə bilmirdim. Ona görə str-ə çevirdim. İstəyərsinizsə ki, öncədən n-i str-in deyə dəyişib, sonra i in n yazasınız və yaxud da ki, elə birbaşa forun içərisində str-ə çevirə bilərik. Və burada print i dediyimiz anda artıq bu ifadələrdəki rəqəmləri tək-tək bu şəkildə alt-alt görə biləcəyik və çalışdıraq, baxaq görək. Bir nümunə yazırıq, 2783-ü burada yazsaq, 2783-ü bu şəkildə görə bilərik. Düşünürəm ki, bu sual üçün bu versiya daha rahat olar. Odur ki, digər versiyanı demədən keçid alaq 101-ci sualı. Klaviaturadan n natural ədədi daxil edilir. N-dən böyük olan 2, 3 və 5 ədədlərinin heç birinə bölünməyən ən kiçik natural ədədi çap edən proqramı Python dilində yazın. Deməli, burada n-dən böyük olan dediyinə görə biz n-in üzərinə bir vaid gələrik ki, bu artıq n-dən böyük olsun, növbəti ədəddən başlasın və bunu 2-yə, 3-ə və 5-ə bölməyə çalışaq. Hər hansı birinə bölünürsə, biz n-i bir vaid artıraq, ta ki, heç birinə bölünməyəcək ilk ədədi görənə qədər. Odur ki, belə yaza bilərik. Deməli, bizim ilk ədədimiz bu şəkildədir. Və n-dən böyük dediyinə görə n bərabərdir n, üstə gələk 1-i burada yazıram. Və bundan sonra while ilə yazırıq. While nə qədər ki n faiz 3 bərabərdir 5. Ədədlərə bir daha baxaq. 2, 3, 5 elə ardıcıl yazaq. Bunu yazırıq 2. Yəni, əgər 2-yə bölünürsə və ya n faiz 3 bərabərdir 0, yəni 3-ə bölünürsə və yaxud 5-ə bölünürsə, o zaman n bərabərdir n üstə yerə 1 yazırıq. Məsələn, burada yazsaq ki, biz nümunədə 15 verilmişdi. 15 yazırıq. 15 üzərinə 1 gələcək, 16 olacaq. Burada bunu yazsaq. Burada artıq oldu 16. Və burada yoxlayacağıq. 16 2-yə bölünürmü? Bəli, 16 2-yə bölünür. Deməli, bunlardan hər hansı biri ödəndisə, n bir vaid artır. Sonra n olur 17. 17 2-yə bölünmür. 17 3-ə bölünmür. 17 5-ə bölünmür. Yəni, o zaman da n olduğu kimi qalır. Yəni, bölünürsə, n bir vaid artacaqdır. Bölünmədiyinə görə n artmır və print n yazıram. Bunu da burada görə bilərik artıq. Baxaq görə nəticəmiz nə verəcək. Gəlirik burada, daxil edirik 17, 19 verdi. 18 çünki bunlardan hər hansı birinə, yəni 3-ə bölünür, 2-yə bölünür. Odur ki, 19-u verdi. Və yaxud da ki, gəlsək, yenidən çalışdıraq. Burada nümunədə bunu bağlayaq, bir qədər də kiçildə daha rahat işləyə bilək deyə. Və 15 yazsaq, 17-ni də burada görmüş olursunuz artıq. Bu nümunə məncə bəs edər. Deməli, bu şəkildə yazdıq. Yenə də
aralığı fərqli verə bilərsiniz. If-lə əlavə edə bilərsiniz. Mən birbaşa bu şəkildə yazmış oldum. 102-ci suala fikir versək, daxil edilən n natural ədədi üçün ifadənin qiymətini hesablayan proqramı Python dilində yazın. Bizə nə verib? Görürük ki, buradan 1-dən başlayır, 1 bölə n kvadratı. Yəni n-ə qədər gedir və hər biri müsbətdir, toplanır. Və fikir versək, görürük ki, burada hər birində surət 1-dir. Hətta bunu da yəqin ki, 1 bölə 1-in kvadratı şəklində yazarıq. Hər halda problem olmaz. Düzdür. S başlanğıc qiyməti 1 götürüb bu tərəfdən də başlaya bilərik. Amma elə bu işimizi görə bilər. Ya bunu belə yazacağıq. 1 bölə 1-in kvadratı. Bunun 1-in kvadratı şəklində yaza bilərik. Yəni 1 dediyimiz artıq bunlar i olacaq. Belə deyək, dəyişəcək. Yuxarılar isə olduğu kimi qalacaq. İstəsək bir-birinə vura bilərik ya da bu şəkildə yazacağıq. Yəni bunun Python versiyasını belə deyirik, bu şəkildə yazacağıq. Deməli, ilk öncə n bərabərdir int input. Bu bizim daxil etdiyimiz n ədədi. Hansı ki, bu n ədədinə qədər gedəcək və s bərabərdir 0. While-la mı yazaq? Elə gəlin for-la yazaq. For i in range bu aralığı 1-dən hara qədər? N-ə qədər. N plus 1 yazırıq. N-in də daxil olması üçün bilirsiniz, for-da n-in daxil olması üçün n plus 1 yazırıq və s bərabərdir s üzərinə gəlirik. Hər birində 1 bölək idi və biz də bu 1 böləyi yazaq. 1 bölək nə? Bunu da burada yazırıq. i-nin kvadratı. i-nin üstündə 2. Bu şəkildə yazdıq və print s. Print s. Və bu nə deməkdir? Yoxlayaq görək, əgər biz n ədədini 2 daxil ediriksə, 1,25 verir. Baxaq görək, 2 daxil ediriksə, bu hissə olmuş olacaq. Bu hissə 1 və 4/1, bəli, 1,25 cavabı doğru olmuş olur. 103-cü suala baxa bilərik. Burada nə deyir? Burada isə daxil edilən n natural ədədi üçün ifadənin qiymətini hesablayan proqramı Python dilində yazın. Deməli, burada s bərabərdir 1 plus 3/1 kubu, 5/1 üstü 5 bu şəkildə gedir. Deməli, baxsaq ki, burada məxrəc 2 artır və bu da bu şəkildə yaza bilərik. Yəqin ki, bundan razısınız. 1 bölə 1 üstü 1. Məxrəc gələn dəfə 3 olub, 2 barədə artıb, 2 barədə artıb bu şəkildə n-ə qədər gedir. Eyni zamanda qüvvət də gördüyünüz kimi 2 artır. Amma sürət isə 1 olaraq yenə də burada qalıb. Odur ki, bunu nəzərə alsaq, burada yazırıq. Yenə də n bərabərdir int input. Bu bizim yenə də daxil etdiyimiz ədəddir və başlanğıc olaraq s0-dır. Bunu while for-la yazaq elə istəyirsiniz. For i in range yazırıq 1-dən n plus 1-ə qədər. Bunu bu şəkildə yazdıq. Və for-da bu özəllikdən də istifadə edə bilərik ki, for-un burada yazdığımız anda 1-dən n plus 1-ə qədər, yəni i-nin aldığı dəyər n-ə qədər tək-tək artır. 1, 2, 3, 4, 5 bu şəkildə gedir. Heç bir şey yazmadığımıza görə, bunu susmaya görə default olaraq avtomatik olaraq 1 artır. Yəni burada 1 yazmağa ehtiyac yoxdur. Amma bilirsiniz ki, for-da biz 2 yazarıqsa artıq 2 artmağa və ya 3 yazarıqsa 3 artmasına səbəb ola bilərik. İndi bizim məsələdə 2 dediyinə görə o zaman bu şəkildə yazır. Yəni 1-dən n-ə qədər 2 artsın və hər dəfədə s bərabər s plus 1 bölək, səhv eləmirəmsə bunlar ümumi idi, 1 bölək i və bunun da üzərində i. 1-i 1-ə böləcək və üstündə 1. Gələn dəfə isə 1 olacaq 3. O zaman 1-i 3-ə bölüb üzərində 3 bu şəkildə olmuş olacaq. Bir daha məsələyə baxsaq, bəli, ümumi bu şəkildə idi. 1 bölək i üssü i-ni yazaraq bunu tamamlamış olaraq. Və sözsüz ki, yekun olaraq print s yazıb bu nəticəni də burada qeyd etmiş oluruq. Keçəcəyik 104-cü suala. Burada yazaq. Baxaq görək 104-cü sualda bizdən nə istəyir? Klaviaturadan daxil edilən natural ədədin özünün rəqəmləri cəminə tam bölünüb bölünmədiyini çap edən proqramı Python dilində yazın. Deməli, biz bu ədədi rəqəmləri cəminə bölməyə çalışacağıq. Bölünürsə bölünür, əks halda bölünmür yazmış olacaq. n bərabərdir int input. N ədədimizi daxil etdik. N ədədi daxil etdikdən sonra bizə lazım olacaq ki, bu ədədin rəqəmləri cəmini tapaq. S bərabərdir 0 və başlayaq bunu yazmağa. Yenə də for-la da yaza bilərik. While-la yazaq istəyirsə bu dəfə. While n böyükdür 0 yazacağım, amma bizə yekunda n ədədi lazım olacağına görə, çünki biz n ədədini istifadə edəcəyik. İstəyirsiniz yazaq, sonra deyim onu, fikir tamamilə aydın olsun. Ədədin rəqəmlərini tapıram.
İlk rəqəmi tapdım və s bərabərdir s plus həmin bu küyünün üzərinə gəldim və sözsüz ki, n bərabərdir n bölək 10. Və bunu böldük. Yəni demək istədiyim buydu ki, burada biz əgər ədədi 10-a bölürüksə, təbii ki, 0 olana qədər bunu böləcəyik. Yekunda n 0 olacaq. Və biz axırda ki, yoxlasaq ki, burada if n faiz s bərabərdir 0, xəta verəcək. Çünki artıq n-imiz bizim 0 olub. Odur ki, belə bir həmin bu n-i daxil edən kimi k-ya bərabər edirik və yekunda həmin bu k-nı bölürük. K-nı yoxlayırıq ki, daha dəqiq ölçmə edə bilək. Əgər k s-ə bölünürsə, o zaman print ekranda bölünür ifadəsi çıxsın. Deyiriksə, əks halda isə print bölünmür yazısı çıxsın. 2400 nümunə var idi, bölünür. Digər nümunə nədir? İstəyirsə onu da yoxlayaq. 244. Təbii ki, fərqli qiymətlər də yoxlaya bilərsiniz, amma nümunəyə uyğun dedim, bunu yazdıq. 105-ci suala keçəcəyik. Klaviaturuna daxil edilən n sayda ixtiyari natural ədədin ədədi ortasını çap edən proqramı Python dilində yazın. Yəni n sayda bizim daxil etdiyimiz ədəd sayda biz ədəd daxil edəcəyik. Məsələn, 3 yazacağımsa bu deməkdir ki, 3 dənə natural ədəd daxil edəcəm. 50, 40, 30 və bu daxil etdiyim ədədlərin ədədi ortasını tapacağım. Ədədi ortanın da nə olduğunu bilirik. Ədədi orta bərabərdir cəm bölünsün say. Elə mənim daxil etdiyim say buradadır, n. N ilə sayı bildirəcək. O zaman sadəcə bu daxil etdiyim ədədlərin cəmini tapsam, ədədi ortanı da tapmış ola biləcəm. Və burada yenə yazıram, n bərabərdir int input. Bu nə deməkdir? Mənim n sayda daxil edəcəyim ədəd deməkdir. Yəni, daxil edəcəyim ədədlərin sayı. Və s bərabərdir 0. Burada yazıram. Bunu da yenə də başqa variantlarda, fərqli variantlarda yaza bilərik. Bununla yazası oldum. While nə qədər ki, i kiçikdir, bərabərdir n. Bu şərti ödənilirsə, mən bir dənə ədəd daxil edirəm. A bərabərdir int input. Nə qədər ki, i n-dən kiçik bərabərdir, a ədədi daxil edəcəm. Həmin o ədədlər, daxil etdiyim a ədədini isə nə edəcəm? Toplayacam. S bərabər s plus a. Təbii ki, dövrün davam etməsi və yekunda bitməsi üçün n bərabər i plus 1-i də unutmuram. Və ədədi orta bərabərdir. Həmin bu cəm dediyimiz s-dir. S bölək n. Sayı artıq burada bir vahid artırıb tapmağa ehtiyac yoxdur. Yenə dediyim kimi də elə daxil etdiyim n həmin o sayı bildirir və print burada yoxlaya bilərəm. Ədədi ortanı çapa verə bilərik. Yoxlasaq 3 dənə ədəd daxil edəcəm. 2, 3, 5. Baxsaq bu şəkildə verdi. Yəni bu o deməkdir ki, 2-nin üzərinə 3 gəldi 5, 5-in üzərinə 5 gəldik 10. 10-u 3-ə böləndə 3 tam qiyməti bizə vermiş oldu. Deməli ədədi ortanı tapdıq. 106-cı suala baxa bilərik. Klaviaturadan n sayda natural ədəd daxil edilir. Bu ədədlər arasında ən kiçik ədədi çap edən proqramı Python dilində yazın. Yenə də n sayda ifadəsi var burada. Baxaq görək necə yaza bilərik. N sayda ədəd daxil edəcəyik. Bayaq while-la yazdım. Daha doğrusu while-la yazdım, amma i bərabərdir 1, i kiçik bərabərdir n şərtini nəzərə alaraq yazdım. Bu dəfə isə başqa bir şəkildə formalaşdırmaq istəyirəm. Deməli, n sayda ədədlərdən ən kiçiyini tapacağıq. Bizim üçün belə bir şərt yazacağım. While n böyükdürsə 0-dan a bərabərdir int input. Və eyni zamanda burada mən qeyd edirəm ki, n bərabərdir n çıxaq 1. Yəni bu o deməkdir ki, mən n qədər a ədədi daxil edəcəm. N sayda ədəd daxil edəcəm. Bu deməkdir. Bayaq baxsaz burada bu şəkildə yazdım. i bərabərdir 1-dən i kiçik bərabərdir n-ə qədər və i-ni bir vahid artırdım. İndi isə tərsdən deyək ki, aşağı doğru gəlmiş oluruq. Buna aid videolar var. YouTube kanalından baxa bilərsiniz. Hətta alqoritmlərin də yazılmasına aid olan videolarda bu metodlardan istifadə edib yazmışam. Ona görə daha detallı izah vermirəm. N bərabərdir n çıxaq 1-i yazdıq burada. İndi isə bizə artıq müqayisə lazımdır. Bu müqayisəni necə apara bilərik? Bu müqayisəni aparmaqdan ötürü mən belə bir iş görməyə çalışıram. Deyirəm ki, mənim bir əlimdə nəsə bir şey olsun ki, onunla müqayisə apara bilim. Minimum axtarıram. Minimum ədədim nəyə bərabər olsun?
A bərabərdir int input yazıram. Və minimum bərabərdir A olsun. Yəni, mən bir ədəd daxil elədim, sayı bildirdim. Bu isə həmin ədədlərdən birinin ilkini daxil elədim. Əgər bu ədədlərdə mən 5 dənə ədəd daxil eləyəcəmsə, birini burada daxil eləmişəmsə, o zaman burada daha 4-ünü daxil eləməliyəm. Odur ki, n böyükdür 0 yox, n böyük 1 yaza bilərəm. Bu şəkildə yazdım və bundan sonra artıq həmin bu A ədədi ilə o minimum yazdığım ifadəni müqayisə apara bilərəm. Deyəcəm ki, if əgər həmin daxil etdiyim bu A ədədi, burada daxil etdiyim ədəd A ədədi mənim buradakı ədədimdən daha kiçikdirsə, A kiçikdirsə minimumdan, o zaman minimumun dəyəri dəyişsin olsun həmin bu A. Və təbii ki, hansı ən kiçik olacaqsa o dəyəri özündə saxlayacaq və yekunda mən print mini desəm, artıq həmin o minimumu çapa verə biləcəm. Baxaq görək nəyi yazdıq və necə oldu. 4 dənə ədəd daxil edəcəyik. Bundan sonra həmin o ədədləri müqayisə aparır. Mən ilk olaraq 15 ədəd daxil edirəm. Yəni artıq minimum bərabər oldu 15-ə. Növbəti dəfədə 30 daxil edirəm. Bu artıq bu A-lardan biridir. Yəni birini burada daxil etmişik, ikincini daxil edik. 30 15-dən kiçik olmadığına görə if işləmir. Sonra 10 daxil elədim. Amma burada yox, yanlış yerdə daxil elədik. 10 burada yazıram. Artıq 10 15-dən kiçik olduğuna görə minimum qiyməti oldu 10. Və burada 25 daxil edirəm. Ekrana mənə onu vermiş oldu və burada gördünüz ki, artıq nəticə etibarında 10 çıxdı. Hər halda bunu işləmə prinsipini görə bildik. Bu bir qaydada olsun. Bu şəkildə yazdıq. Və yaxud da ki, belə bir şəkildə yaza bilərik. S bərabərdir bir siyahı formalaşdıra bilərik. Daxil etdiyimiz ədədləri atarıq həmin siyahıya. S.append. Hətta belə int input birbaşa burada yaza bilərik. Bunu da buradan silmək şərti ilə. S bərabərdir və bizə S-i yazsaq, baxaq görə biz hələ ki nə edirik? Bu anı da buradan silək o zaman. Deməli 3 dənə ədəd daxil edirəm. 25, 68, 19. Burada nəyi unutduq? Hə, bir şey unutduq. Çünki burada A-nı dəyişdik, amma bunun şərtini dəyişmədik. Ona görə 3 yazsaq 2 ədəddən sonra çıxışa verdi. Daxil edirik. 3 dənə ədəd daxil edirik. 25, 68, 17. Enter vurdıq və daxil etdiyimiz ədədləri siyahıda göstərdi. Siyahıya keçirdəndən sonra artıq minimum tapmaq yəqin ki, hər biriniz üçün çox rahatdır. Minimum S yazdıq və minimumu da burada tapacaq. 106-cı sual idi. Keçirik 107-ci sualı. N sayıda natural ədəd arasında ən böyük ədədi çap edən proqramı Python dilində yazın. Yenə də bunların hər birindən yaza bilərik. İstəyirsiniz elə ikisini də kopyaladıq və gəlirəm bura 107-ci suala bu şəkildə yazıram. Ctrl-V və burada yazdığımız şəkildə baxsaq, bu zaman artıq bunu max-la əvəz edərik. Bu şəkildə yazmıram, çünki onun özü də xüsusi bir funksiya olduğuna görə bəzən proqramda düzgün olmayan nələrsə gedə bilər. Odur ki, max deyə bir dəyişən yazıram və max-la müqayisə aparıram. Bu dəfə kiçik yox, böyükdürsə, A max-dan böyükdürsə, max-ın qiyməti olsun A. Yəni, bu şəkildə və ən nəhayət bunu çapa verdiyimiz anda biz max-ı tapacağıq. Yəni, tabi bunu buradan çıxardıb yoxlamıram. Hər halda bu ardıcıllığı biləcəksiniz. Və eyni zamanda burada da artıq nə edəcəyik? Sadəcə max yazmaqla ekranda nəticəni görəcəyik. Niyə max yox? Daha doğrusu maksimum funksiyası bu işi görsün. Yenə yoxlaya bilərik. Ən azı birini yoxlayaq. 4 dənə ədəd daxil edirəm. 15, 32, 18 və 4. Gördüyünüz kimi bizə 32-ni verdi. Bu daxil etdiyimiz 4 ədəd arasında ən böyüyü 32 idi. Bunu da burada görmüş oldunuz. Bu da 107-ci sualın izahı idi. 108-ci suala baxsaq, 999 parçasında olan bütün tək ədədləri çap edən proqramı Python dilində yazın. Bir parçadır. Parçadır və görürsünüz ki, burada 1 də daxildir və eyni zamanda 999 da daxildir. Bu parçada tək ədədləri yoxlayacağıq və baxaq. 108-ci sual. Artıq burada S bərabərdir 0. Bir dəqiqə sayı mı soruşurdu bizdən? Sadəcə tək ədədləri çap edən. O zaman 0 ehtiyac yoxdur.
For'dan yazaq. For i in range 1 999-dursa biz buna elə 1000 yaza bilərik. Yəqin ki bilirsiniz. Həmin bu 999-un daxil olması üçün 1000 yazmalıyıq. Yəni 1 vaiz sonra. Bu aralıqda təkləri necə çıxardacağıq və print i yazmaqla çıxardacağıq. Və başa düşürük ki burada i 1-dirsə gələn dəfə 3 olacaq. O zaman da burada gəlirik. Sadəcə vergül qoyub 2 yazsaq bu ifadənin nəticəsinə baxa bilərik. Buradan baxdıq. Artıq bu şəkildə 759, 761. Axırını görsək yetərli olacaq. Hər halda birdən başladığına da inanırsınız bu şəkildə. Bu bir variantdır ki, bunu biz burada yoxladıq. Və yaxud da ki, bu şəkildə də yaza bilərdiniz. For i in range yenə də birdən 1000-ə qədər bu şəkildə gedərsiniz və yoxlaya bilər. If i faiz 2 bərabərdirsə 1-ə, yəni təkdirsə o zaman çap eləsin print i. Bu şəkildə də yaza bilərsiniz. Bu dediyim kimi forla yazılışdır. Yəni while-ın da məntiqini onsuz da bilirsiniz. Onu da o şəkildə yoxlaya bilərsiniz. Yenə də bu şəkildə nəticə ekranda görünmüş olur. Keçək növbəti suala. 109 dövr operatorundan istifadə etməklə 15, 12, 16, 11, 9 siyahısında olan tək ədədlərin kvadratlarını çap edən proqramı Python dilində yazın. Burada hazır siyahı verilib. Həmin bu siyahıdakı tək ədədləri tapacağıq və bu tək ədədlərin kvadratlarını çap edəcəyik. 109 deməli n bərabərdir. Bir siyahımız var. 15, 12, 16 bu şəkildə idi mi? Yoxsa 15, 12, 16, 11, 9. Bəli, bu şəkildə 11, 9. Elə eyni bu siyahıdan söhbət gedirsə in n yaza bilirik. Bu şəkildə yazırıq və yoxlayacağıq ki, if i faiz 2 bərabərdirsə 1-dirsə, yəni ədəd təkdirsə, o zaman print bunun kvadratı. Yəni i bıraq i yazsaq ya da i üstü 2 yazsaq, yenə də eyni nəticəni almış olacağıq burada. Burada da tək ədədlər 15 və 11, 9-dur. Bunların kvadratları baxaq görə 225, 121 və 81-i ekranda çıxartmış olduq. Deməli 109-cu sual idi bu şəkildə. 110-a baxacağıq. 110-cu sual. Baxaq görək nə deyir. Deməli 110-cu sualda 199 parçasındakı ədədlərin yazılışında olan 3 rəqəminin sayını müəyyən edərək çap edən proqramı Python dilində yazın. Burada 3 rəqəminin sayını 199 aralığında deməli 3, 13, 23 bunlardakı 3 rəqəmlərin sayını sadəcə diqqətli olmalıyıq. 30-da bir dənə 3 var, 31-də 3 var, 32-də bir dənə 3 var, 33-də isə 2 dənə 3 var və hər iki 3-ü nəzərdə saxlasın. Odur ki, başlayaq yazaq və onu da nəzərə alaq. Deməli, artıq n daxil eləməyə ehtiyac yoxdur, çünki o aralıq verilib. Elə for ilə yazmamız daha rahat olacaq. In range burada yazacağıq ki 1.99 aralığı. Belə də yaza bilərik prinsip etibarında, amma gəlin 1.100 yazırıq bu aralığı. Və burada yoxlayacağıq ki artıq bu aralıqda tərkibində 3 olan varmı? Bunu bir variant belə yaza bilərik. While i böyüksə sıfırdan ədədin rəqəmləri tapılmasından istifadə edirik. Burada həmin ədədi yoxlayırıq ki, bərabərdir i faiz 10 böldük və bunu yoxlayırıq ki, if q bərabərdirsə 3-ə, birbaşa da yazıla bilərdik. Belə yazdım. Əgər 3-dürsə s bərabər s üstə yenə 1. n bərabərdir n bölək 10. Bu üstündən yazanda avtomatik olaraq 33-də hər iki 3-ü yoxlayacağına görə və s bir vayda artacaq. Yəni məsələnin yazılışı düzgün çıxacaq. Print s yazırıq. Baxaq görək burada necə olacaq. n bölək 10. Bir səhvimiz var. Yəqin ki bildiniz. Artıq biz n-i yox, i-ni bölməliyik. Ona ki burada i-ni götürmüşük və yoxlasaq yenidən 20 ədəd çıxartdı. Və yaxud da ki bunu başqa necə edə bilərik? Bu burada qalsın. Bu iki hissəni götürsək. Ctrl V for in range 1-dən 100-ə qədər və bunun içərisində yenidən bir for ilə yaza bilərik. For j in str i və bu şəkildə baxa bilərik. Yəni
i'ni götürəcəyik. i 1-100 aralığında olan ədədlərdir. Bir dəfə 1-dir, sonra 2-dir, 3-dür, 5-dir, 10-dur və s. və ilaxır. Bu şəkildə gedir. J isə həmin o ədədlərin rəqəmləridir. Və bunu yoxlayacağıq. If deyəcəm, həmin bu J bərabərdirsə, artıq STR çevirdiyimizə görə bu belə 3 yazmalıyıq. Yəni həmin o ədədin tərkibindəki 3 də sətir tipində olacaq deyə bu şəkildə yoxlayacağıq və S bərabərdir S plus 1 yazsın. Və baxaq görək ki, nəticə yenə də eyni çıxacaqmı? Və yenə də 20 nəticəsini aldı. Və hətta bu məsələni bu şəkildə yaza bilərik. Bəlkə də daha çox xoşunuza da gələ bilər. Bu aralıqda olan ifadələri belə bir şəkildə yazacağıq. S bərabərdir 0 yox. S bərabərdir boş bir sətir açırıq. Və S bərabərdir S üstə gələk. Həmin bu ifadələri S deyir I. Hər halda bir qədər düşündükdən sonra bunun necə olduğunu anlamış oldunuz. Deməli, biz 1-dən 100-ə qədər bütün ədədləri bu şəkildə yan-yana düzdük. Yəni, bu o deməkdir ki, bizim aldığımız ədəd bu şəkildədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 və ən nəhayət 99. Bu artıq bir sətirdən ibarət olan bir ədəd oldur. Və sözsüz ki, bu sətrin içərisindəki biz 3-ün sayını tapa bilirik. Count-dan istifadə edirik və S-count 3 deməklə. Baxaq görək, düz yazdıq-mı? Burada da doğru cavab 20. Düşünürəm ki, bu qədər versiya yetərlidir bu sual üçün. Yenə də fərqli variantlar əlbəttə ki, yazmaq mümkündür. 111-ci sual. N sayda ixtiyari natural ədəd klaviaturadan daxil edilir. Yenə n sayda ədəd daxil edilir. Bu ədədlərdən tək olanları K siyahısına, cüt olanları isə M siyahısına əlavə etdikdən sonra siyahıları çap edən proqramı Python dilində yazın. 111-ci sualı yazırıq. 111-ci sual. Deməli, yoldaşlar, yenə də n bərabərdir int input. Bu şəkildə yazıram və mənim daxil etdiyim n ədədi, n sayda ədəddir. 2 siyahı açıram. S bərabərdir. Burada siyahının adlarını demişsə, gəlin elə olar dediyi şəkildə yazaq. Burada tək olanları K siyahısına, cüt olanları isə M siyahısına. Tək olanları bu şəkildə yazdıq, cüt olanları isə M bu şəkildə yazdıq. Bayaq n sayda ədədi daxil etmək üçün while-dan istifadə edib yazdıq. Amma sözsüz ki, for-la da yaza bilərik. For in range yazıram. N sayda və elə bu şəkildə yazırıq. Bu nə demək olduğunda yəqin ki, bilirsiniz. Yəni 0-dan n-ə qədər 0 da daxil olduğuna görə n plus 1 yazmırıq. Yəni n sayda ədəd daxildir. Ya da elə belə birbaşa n yazmamız da default olaraq elə eyni şeydir. Bu zaman biz ədəd daxil edirik. Bu ədədə A ədədi desək və həmin bu ədədi yoxlaya bilərik və deyə bilərik ki, if A faiz 2 bərabərdir 1 isə, yəni təkdirsə atırıq tək olan siyahı nə demişdik? K demişdik. Həmin A-nı atdıq ora. Deməli, ədəd tək deyilsə, əks halda təbii ki, o zaman ədədimiz cütdür və cütdürsə, o zaman isə M siyahısına, yəni yenidən başqa bir şərt verib yoxlamağa ehtiyac yoxdur. Və baxaq görək ki, düzmü yazdıq? Print K və M. Birinci təkləri, sonra isə cütləri çapa verəcəyik, amma eyni printin içərisində yazdıq. For olduğuna görə isə i-ni burada artırmağa və s. ehtiyac yoxdur. Baxaq görək nəticə necə olur. Deməli, n sayda 5 dənə ədəd daxil edəcəm. 12, 65, 24, 36 və 19. Baxıram, 65, 19 tək olan siyahıda, 12, 24, 36 isə növbəti cütlər olan siyahıda olmuş oldu. 112-ci suala klaviaturadan daxil edilmiş natural ədədinin sonunda neçə sıfırın olduğunu çap edən proqramı Python dilində yazın. Məsələn, bu şəkildə isə 5 dənə sıfır burada var. Bunu necə yazacağıq? Gəlin, baxaq. Deməli, 112-ci sualdır. N bərabərdir int input. Bu bizim daxil etdiyimiz yenə də həmin o ədəddir və S bərabər 0. Başlayacaq sıfırların sayını saymağa və belə bir şey yazırıq. While n faiz 10 bərabərdirsə 0-a, ədədi ona böləndə 0 alınırsa, deməli, həmin o son rəqəm 0-dır. Və o zaman S bərabərdir S plus 1 yaza bilərik.
vəssalam print s yazacağıq, amma vəssalam demədən öncə də n bərabərdir n bölək onda yazmağı unutmamalıyıq. Və yoxlasaq burada 125, hətta burada bir 2 dənə 0, 65 və sonda bu qədər 0 yazdıq. Bizə 5 dənə 0 verdi. Gördüyünüz kimi burada sadəcə sondakı sıfırları saydı. Yəni bu o deməkdir ki, ədədi mən ona bölürəm. Qalıqda 0 alınırsa davam eləsin, təzədən ona bölsün. Bu şəkildə bölünürsə 0 alınırsa s-də 1 baydarsın, yəni say. Elə ki 5-i görəcək, 5 artıq ona böləndə qalıqda 0 yox, 5 verdiyinə görə dövr bitir. While bitir və bu şəkildə. Yəni belə yazdığımız anda break verməyə ehtiyac yoxdur. Breaklə də təbii ki yaza bilərdiniz. Və yaxud da ki bunu başqa necə yaza bilərik? Bu burada qalsın. Yenə də n bərabərdir int input bu şəkildə yazırıq. Bu bizim n ədədimiz və belə bir şey deyirik. N bərabərdir str n və -1. Bu o deməkdir ki, mən ədədin rəqəmlərini tərsinə düzdüm. Yəni mənim daxil etdiyim ədəd bu şəkildə idisə, 125 məsələn deyirəm, bu şəkildə idi. Artıq bu ifadəyə görə bizim ədədimiz belə bir formaya düşdü. 00 və 521. Və bu hazırsa artıq bu sıfırları mən yoxlaya bilərəm. Hara qədər, nə qədər ki, sıfırdan fərqli bir ifadə gördü, onda dayansın. Və for i in n yazıram. Burada yoxlayıram ki, if i bərabərdirsə 0-a, o zaman s bərabərdir. S üstə 1. Sözsüz ki, s'in başlanğıc qiymətini də verməliyik. S bərabərdir 0. S plus 1. Belə yazdığımız anda baxın görün nə olacaq. Sonra bura davam edəcək təzədən. Print s yazıram. Və çalışdırıram. Deməli 125 00 yazırıq. 0 verdi. Gördüyünüz kimi burada s artmadı. Bura baxdığımız anda i-ni yoxladıq. If i bərabərdir 0 dediksə s bərabərdir s plus 1. 1 vaydarsın. Bu 0 idi. Amma artmadı. Səbəb budur ki, bizim buradakı ifadəmiz artıq çevrilib sətir tipinə. Biz isə burada ədəd tipində yazmışıq. Ya biz bunu dırnaq içərisində yazmalıyıq, ya da buradakı i-ni biz int-ə çevirməliyik. Yaxşı olar ki, elə burada biz bunu bu şəkildə yazaq və yenidən yoxlayaq. Və gəlirəm, yoxlayıram. Bu şəkildə yazdım. 125 və cavab 3 çıxdı. Amma bir xətamız da var. Bu nəticə üçün görə bilməsək də, amma belə bir şey yoxlayıram. 125 0 və 36 0 0 0 belə yazdım. 4 çıxartdı. Bu 0 da saydı. Deməli bizim yazılış qaydamızda kütləvilik xassəsi pozuldu. Bunu necə edə bilərik? Baxı bu davam edir. Növbəti ədəd bitənə qədər davam edir. Odur ki, biz belə bir şey yazacağıq. I bərabərdir 0, s bərabərdir s plus 1. Bunu yoxladı. Əks halda belə bir şey yazıram. Əks halda break. Yəni əgər 0 deyilsə, o zaman dövrü dayandıraq və break verdik. Baxaq görək, həqiqətən düz işləyəcəkmi? Artıq bir dənə 0-ı burada qoyduq və daha 3 dənə 0 burada yazdıq. Bu zaman doğru cavabı görə bildik. Artıq burada 3-ü vermiş oldu. Ümid edirəm ki, bu üsulda sizə aydın oldu. Və keçə bilərik. Yoldaşlar, 113-cü suala. Klaviaturan daxil edilmiş en böyük 1 şərtini ödəyən natural ədədin sadə ədəd olub olmamasını yoxlayan proqramı Python dilində yazın. Məsələn, 2 ədədi daxil edilərsə proqram sadə ədəddir. 10 ədədi daxil edilərsə mürəkkəb ədəddir. En böyük 1 şərti dediyinə görə, yəni en 1 daxil etmirik. Yəni 1 daxil etsəydik, nə sadə, nə mürəkkəb olacaqdı. Odur ki, en böyük 1 şərtidir. Bunu da yazırıq bu şəkildə. 113. En bərabərdir int input. Bunu yazdıq. Bunu yazandan sonra artıq biz belə bir iş görəcəyik. Say bərabərdir 0. Ədədin sadə olduğunu bilirik. Sadə ədəd 1-ə və özünə bölünən ədədlərdir. Və bölənlərin sayı yalnız 2-dir deyirik. 1 və özü.
İlk olaraq belə yaza bilərik, amma sonra istərsəniz kiçik bir düzəliş edərik. For i in range 1-dən həmin ədədə qədər, n plus 1-ə qədər. Bu aralıqda olarsa və bölənlərin sayını tapmaqdan ötürü həmin ədədə qədər ədədlərə bölürük əslində. Və yoxlayırıq ki, if n faiz i bərabərdirsə 0-a, yəni n ədədi i-yə bölünürsə, bu o deməkdir ki, ədəd yəni i n-in bölənidir. Və bu zaman say bərabərdir say plus 1. Bu şəkildə gedəcək. Yekunda baxaq görək ki, burada neçədə nədir? Yekun say və baxırıq ki, if say bərabərdirmi 2-yə? 2 dənədirsə bu say, deməli print sadədir. Sadədir. Yox, 2-dən çoxdursa print mürəkkəb. Burada yenə dediyim kimi en böyük bir halın yoxlamadır. Yoxsa burada yazacaqdım elif say 2-dən çoxsa mürəkkəb. Əks halda nə sadə, nə mürəkkəb. Bunu bu şəkildə yazdıq və baxaq görək ki, yazdığımız bu misalda biz nəyi tapdıq və necə getdi proses. Baxın, mən daxil edirəm 8, mürəkkəb verdi. 8-in bölənlərin sayı 2-dən çoxdur və eyni zamanda gəlirəm 17 daxil edirəm və sadə verdi. Bu bir variant. Deməli, bunu nəzərə alsaq, bu şəkildə yazdıq və məsələ həllini tapmış olduq. Amma burada kiçik bir dəyişiklik edərik. Belə bir misal yaza bilərik. Onsuz da hər bir ədəd bir əvə özünə bölünür. Sadə ədəd də bölünür, mürəkkəb ədəd də bölünür. O zaman 1-dən yox, 2-dən başlada bilərik və n plus 1 yox, n-ə qədər. Məsələn, 17-ni 1-ə və özünə bölməyəndən sonra bölənlərin sayı 0 olmalıdır. Odur ki, bölənlərin sayı burada yazacağıq ki, 0-dırsa sadə, əks halda mürəkkəb. Yəni bir qədər də azaltmış oluruq və yenidən çalışdıracağıq. Və yenə də baxsaq 17 yenə də sadə vermiş oldu. 113-cü sual idi. Bu da keçək artıq növbəti suala. Baxaq görək növbəti sual nədir? 114-cü sualdır. Klaviaturadan daxil edilmiş n natural ədədi üçün s bərabərdir 1 vura 2, çıxa 2 vura 3 və s. belə gedir. 114-cü suala baxırıq. Və burada görürük ki, əslində burada baxın, düstur bizə verilib. İlk öncə bura müsbətdir. Yəni bura müsbətdir, qarşıda duran. Odur ki, yazılmayıb. Amma sonra mənfi olur. Və baxsaq ki, burada mənfi bir üstü n plus 1. İlk i deyəcəyik buna. i 1-dir. Birin üstünə 1 gələndə mənfi bir üstü 2 olacaq. Və vuracağıq 1-ə, vuracağıq i plus 1-ə, yəni 2-yə. Mənfi bir üstü kvadrat olduğuna görə müsbət olacaq və yenə də bu belə olacaq. Yəni 1 vura 2 olmuş olacaq. Və növbəti dəfə i 1 yox, artıq 2 olacaq və qüvvət isə i plus 1, yəni 2 plus 1 olacağına görə üst olacaq mənfi bir üstü. 3 isə təbii ki, mənfi verəcək və bu şəkildə bir forma almış olacaq. Odur ki, onu nəzərə alırıq və gəlirəm burada 114-cü suala bu şəkildə yazıram. İlk olaraq n bərabərdir int input. Və i bərabərdir 1 yazıram, while i kiçikdir bərabərdir n yazıram. N-ə qədər bu şəkildə gedir və sözsüz ki, s bərabərdir. Burada s bərabərdir, başlanğıc qiymətdə 0 götürək. S bərabərdir 0. Və s bərabərdir, s üstsə gələk. Eyni ifadənin mənfi bir üstü gəlirəm burada. i plus 1 yazacağım. Və sözsüz ki, bunun da qüvvətli olduğunu bildirməliyəm. i üstə də 1. Sonra bunu i-yə vururuq və vururuq i üstə gələk 1-ə. Bu şəkildə, burada isə vurma işarəsində unutmuruq. Sonra i yenidən artır, i bərabərdir, i üstə də 1 və print etsin. Çalışdıraq. Bura baxdığımız zaman, əgər 3 daxil ediriksə, bizə 8 verdi. Baxaq görək. Bu o deməkdir ki, birinci addımda 1 vura 2, ikinci addımda 2 vuraq 3, üçüncü addımda isə 3 vuraq 4.
ve görürük ki, burada 2 ve 6. 2'dən 6'nı çıxırıq. Burada eləyəcək -4. 3 vuraq 4. Buraya isə 12. 12'dən də 4'ü çıxanda 8 alacağıq. Deməli, bu məsələni də düzgün şəkildə yazmış olmuşuq. Baxa bilərik 115-ci suala. Dövr operatorundan istifadə etməklə siyahısında olan elementlərdən tam ədədlərin kvadratları olanları çap edən proqramı patentində yazın. Deməli, burada 2 tam ədəd kvadratıdır, 9 və eyni zamanda 16. Bunu da yenə də fərqli şəkildə yaza bilərsiniz, amma mən iki versiyada göstərəcəm yəqin ki. Baxaq. İlk öncə bu siyahımızı yazaq bura. 3, 4, 15, 9, 18, 16. En bərabərdir. Belə bir siyahımız var idi. 3, 4, 15, 9, 14, 16. Əslində bu çox böyük rol oynamır içərisindəki elementlər baxımından. 3, 4, 15, 9, 18, 16. Amma yenə də olduğu kimi yazsaq istəyirsiniz. İlk öncə for'dan istifadə edirik. For i in n. Artıq biz bu siyahının içərisində elementləri bir-bir yoxlamağa başlayırıq. Ədədin kvadrat olması üçün. Məsələn, gəlirəm burada belə bir vəziyyətdə yoxlayacağam. Deyəcəm ki, 15 ədədi kvadratdır. Bunu yoxlamaq istəyirəmsə, bunların kökaltı ifadələrinə baxa bilərəm. Kökaltı 15 bərabərdirmi? Int kökaltda 15. İlk öncə belə baxıram. Buradan kökaltı 15-dən təxminən məsələn deyək, 3 tam neçə çıxacaq? Tam 4 olmayacaq. 3, 7, 8 deyək, belə bir ifadədir. Int eyni zamanda bu şəkildə belə bir şey gedir. Bunun int hissəsi bizə verəcək 3. Və bu tərəfə bərabər olmadığına görə buna deyə bilər ki, bu kvadrat deyil. Amma biz tutaq ki, 16'ya baxsaq, 16 və int kökaltı 16. Bundan 4.0 çıxacaq, bundan 4.0 və intə də çevirdiyimizə görə 4 olacaq. Bunlar bir-birinə bərabər olduğuna görə və bu kvadratdır deyəcəyik. Hətta bunu import məhz əlavə edib square root SQRT-dən istifadə eləmədən necə edəcəyik? Bunu da riyazi olaraq bilirsiniz ki, kökaltı 16 bərabərdir 16 üssü 2-də 1. Bunu da 16 üssü 0.5 yaza bilərik. Python dilində də bu şəkildə yazacağıq. 16 0.5 qüvvətdə bu şəkildə yazmağı bilirsiniz. Odur ki, yoxlayaq. Deməli, hər bir i-ni yoxlayacaq və yoxlayacağım ki, if i üssü 0.5, yəni kökaltda i görəsən bərabərdirmi? Int kökaltda i-yə, yəni 0.5-ə. Əgər bu belədirsə, deməli kvadratdır və o zaman print i deyə bilərik. Və baxaq görək, necə yazıq. 4, 9, 16-nı çap eləmiş olduq. Yox, əgər gəlsək biz əlavə olaraq belə bir formaya sala bilərik. Ctrl V. Artıq həmin bu kökaltda olan bir ifadəni, hətta belə yazıram ki, bunun ayrı olduğunu biləsiniz. Faiz 1 bərabərdirsə 0-a, bu da deməli kvadratdır. Yəni, kökaltda 18-i 1-ə böləndə qalıqda 0 alınmır. Amma kökaltda 16-nı 1-ə böləndə qalıqda 0 alındığına görə bu da düzgün cavabı vermiş olacaq bu şəkildə gördüyünüz kimi. İki variant yetərlidir. Keçə bilərik növbəti suala. 116-cı suala. Y bərabərdir x kvadratı çıxaq 5x plus 6. X böyük 3 olarsa, x böyük 2'nin kvadratı, x kiçik bərabərdir 3 olarsa, funksiyası verilmişdir. X-in -10, 10 parçasındakı hər bir tam qiymətinə uyğun olan y-in qiymətlərindən 3'ə qalıqsız bölünənlərin sayını çap edən proqramı Python dilində yazın. Bəli, deməli -10, 10 parçasını yoxlayacağıq və burada x-in 3'dən böyük olan halında budur. Əks halında isə budur və hər dəfədə 3'ə bölünürsə y, o zaman sayı bir vahid artıracağıq. Yazaq 116-cı sual. 116-cı sual bu şəkildə yazırıq. Sayımız 0'dır. Və for i in range, bunu da burada yazırıq. -10, 11. -10, 10 parçası idisə 11 yazmalıyıq. Baxırıq. Bəli, parçadır. 11 yazdıq. Və x 3'dən böyükdürsə,
İndi burada x dediğimiz i'dir. İsterseniz ki bunu da x yaza bilərik və burada yoxlayaq. If x böyükdürsə 3'dən, o zaman y bərabərdir x kvadratı. Tam baxırıq. Çıxaq 5x plus 6. Çıxaq 5 vuraq x üstə ilə 6. Yox, əks halda artıq əks halda verə bilərik. Çünki niyə? Artıq kiçik bərabər və bərabər olan halında budur. X plus 2'nin kvadratı. Yəni y bərabərdir x üstə ilə 2 və kvadratı. Və bunun tapmağında olsun. Eyni zamanda burada da verəcək ki, if həmin o y faiz 3 bərabərdirsə 0'a, s bərabərdir s üstə ilə 1. Print s. Bura baxsaq, ya bu if işləyəcək, ya s işləyəcək. Burada y tapacaq və y tapandan sonra isə onu 3'ə bölünüb bölünmədiyini yoxlaya bilərik. Və cavab nə verəcək? Yoxlaya bilərik. 8. Hər halda bu aralıqda bu şərti ödəyən və 3'ə qalıqsız bölünənlərin sayı 8'dir. 116-cı sual. Klaviaturadan n natural ədədi daxil edilir. Faktoriyalı bu ədəddən kiçik olan ən böyük natural ədədi çapa verən proqramı Python dilində yazın. Yazaq bunu da. 117-ci sual. N bərabərdir int input. Bir faktorial deyiriksə onun başlanğıc qiyməti var və h bərabərdir 1. H dediyimiz hasildir. Yəni faktorialı tapacağıq. Və while'ın şərtini verək. While faktorialı n-dən kiçik bərabər yoxsa kiçik? Kiçik olan ən böyük. N-dən kiçik. Olduğu müddətdə i bərabərdir i üstə ilə 1 və h bərabərdir h vuraq i yazırıq. Və burada yoxlaya bilərik. Print i. Əgər i çapa versək görək nə olacaq. İstəyirsiniz bir dənə bunu yoxlayaq, sonra düzəliş eləyəcəyik. 24 daxil edirəm. 24 4 çıxdı. Hansı ki 4 faktorial 24'dür. Yəni 24'dən kiçik olması lazım idi bunun. Yəni 4 yox 3 çıxması lazımdır. Ona görə dedim düzəliş eləyəcəyik. Buradan i çıxaq 1 yazıram və bir daha yoxlayıram. Gəlirik. Məsələn 120 yazıram. 125 faktorialdır. Yəni 5 faktorialdan kiçik olan 4'dür. Bizə bu lazım idi. Və eyni zamanda 24 yazıram. Gördüyünüz kimi 3 çıxartmış oldu. Və hətta burada i'nin başlanğıc qiymətini biz 0'da yazsaq və yoxlasaq buradan 24 yazırıq. Yenə də 3 verəcək və eyni zamanda 120 yazıram 4 verəcək. Hətta istəyirsiniz bir 720 də yazaq. Yəni normalda 6 faktorialdır, bizə 5 verməsi lazımdır. 5'i də vermiş olur. Yenə də burada artıq 0 daxili i'ni bir vahid artırıb sonra haşa vururuq. Və səhv etmirəmsə bu qəbul imtahanında düşən suallardan biridir. Əvvəlki illərdə. 118-ci suala baxa bilərik. Dövr operatorundan istifadə edərək a bərabərdir 3, 4, 2, 1 və s. siyahısının tək indeksli cüt elementləri ilə cüt indeksli tək elementlərin ədədi ortasını çap edən proqramı Python dilində yazın. Deməli, bilirik ki, 0'dan başlayır. 0, 1, 2, 3 bu şəkildə gedir. İndeks 4, 5, 6 və s. belə. Bizə lazımdır ki, əgər indeks təkdirsə, cüt elementləri, indeks təkdirsə, məsələn, indeks 1'dir, təkdir, elementi cütdür. Bununla cüt elementdir, daha doğrusu indeksdir, tək elementdir. Bunları sayını tapacağıq və cəmini tapacağıq. Ondan sonra isə ədədi ortasını tapmış olacağıq. Bu zaman for in range ilə yazmaq daha yaxşı olacaq yəqin ki. 118-ci sualı burada yazırıq. Deməli, n bərabərdir int input. Bunu bu şəkildə yazdıq. Bizə lazımdır ki, n-ə qədər bunu yox, bir dəqiqə bunu yazmırıq. Bizim artıq siyahımız var. Həmin siyahını burada yazaq. Siyahının elementləri hansılar idi? 3, 4, 2, 1. Buraya yazıram. 3, 4, 2, 1. Sonra 6, 9, 7, 8, 6, 9, 7, 8, 12 və ən nəhayət 15, 14. 15 və 14. Deməli, siyahının elementlərini burada yazdıq və indi burada yoxlayacağıq.
və onu yoxlayacağıq ki, buradakı cəmi və sayı tapaq. Ondan ötürü s bərabərdir 0 və say bərabərdir 0 götürürük. S dediyimiz cəmdir, yəqin ki bildiniz. Və artıq for-la yaza bilərik. For in range. Lenin yazırıq. Bu o deməkdir ki, 0-dan Leninə qədər bütün elementlərini yoxlamaqdır demək bu. Və burada artıq yoxlayacağıq. If i bərabərdir, bizə lazım tək indekslidirsə və eyni zamanda həmin n-in inci indeksindən duran elementi bərabərdirsə 0, yəni bu cütdürsə, biz sayı artıraq. Say bərabərdir say üstələ 1 və eyni zamanda s ilə bərabər s plus həmin o n-in inci indeksdə duran elementi. Və eyni zamanda burada əks halda demirik. Çünki həm cüt, həm elementi cüt, həm də indeksi cüt olan və ya da ki, həm indeksi tək, elementi tək olanlar da aid olmuş olacaq. Odur ki, başqa da for-da da yaza bilərik, eliflə də yaza bilərik də. Elif, hətta yenə elə if yazaq. If i bərabərdir. Bu dəfə yoxlayacağıq ki, bu dəqiqə burada i bərabərdir 1 yazmalı deyildik. I faiz 2 bərabərdir 1 tərkdimi. Burada da eyni zamanda i faiz 2 bərabərdir 0 və and n-in inci indeksdə duran elementi faiz 2 bərabərdir 1-dirsə, yəni i cütdürsə və həmin element təkdirsə, və yaxşısında isə tək və element cütdürsə. Hər halda düz yazdıq və nə yazırıq? Yenə də say bərabərdir say üstələ 1 və eyni zamanda s bərabər s plus n-in inci indeksdə duran element. Və bunu da yoxlasaq artıq yekun olaraq ədədi orta bərabərdir. Həmin o s-i bölürük saya. Və print ədədi orta bu şəkildə yazırıq. Hər halda bizə bir nəticə verəcək, amma bunun nə olduğunu biz gələk bir-bir baxaq, tapaq. 7 tam neçə bu şəkildə bir nəticə almış olduq. Deməli, 118-ci sual idi bu. Baxaq 119-cu suala. Klaviaturadan daxil edilmiş birdən böyük x və a natural ədədləri üçün x ədədinin a-nın qüvvəti olub, olmadığı müəyyən edən proqramı Python dilində yazın. Deməli, burada 8 daxil olunur. Birdən böyük x və a, x ədədinin, x 8-dir. A ədədinin a-nın qüvvəti 2 üssü 3, məsələn 8-dir. Bu şəkildə işləyir, ya da 5 üssü 2, 25-dir və s. belə. Baxa bilərik. Burada x bərabərdir int input. Və eyni zamanda a bərabərdir int input. Deməli, x-i a-nı daxil edik. Belə yazıram. While x faiz a bərabərdirsə 0-a, yəni x a-ya bölünürsə, o zaman x bərabərdir x bölək a. Həmin bu x-i böldük a-ya. Və yekunda yoxlayıram ki, if x bərabərdirsə 1-ə, print yes. Print yes. Yox, əks halda print no. Burada baxırıq ki, yəni ədəd a-ya bölünürsə davam edirik. Yəni bölünməyən hala qədər gəlirik və ən nəhayət yekunda 1 alınırsa, deməli bu qüvvətidir, yoxsa qüvvəti deyil. Baxaq görək. Deməli, bizim daxil etdiyimiz ədəd x8-dir, 2. Yes verdi və yenə yoxlayaq. 8, 3 daxil edirik, no verdi. Burada gördüyünüz kimi bu şəkildə işləmədi. Bir də nümunə var idi. 25 və 5, yes, burada da gördüyünüz kimi nəticə çıxar. Bu bir variant. Bu burada qalsın. Növbəti variant isə belə yazmaq istəyirəm. Deməli, 1 i bərabərdir 0 götürürüm. Yəni, ilk qüvvət 0-dır da. Yəni, deyək ki, a üstü 0, sonra a üstü 1, a üstü 2. Bunu yoxlayacağım və burada da belə yoxlayıram ki, artıq burada şərti dəyişəcəyik. Deyəcəyik ki, a üstü i kiçikdir, bərabərdir x olduğu müddətdə yoxlayaq görək ki, görəsən if x bərabərdirmi a üstü i-yə? Əgər bərabərdirsə, print yes. Print yes.
Bunları sildik. Print yes. Ve baxırıq ki, bir şey unutmuşuq burada. Çalışdırmadan öncə yaxşı yadımıza düşdü. I bərabər I plus 1 də burada yazırıq. Deməli, indi baxaq görək düz aldıqmı? 8 və 3 yazıram. Bir şey çıxartmadı. İndi deyəcəm niyə. Əslində bunu ona görə saxladım və 8 2 yazaq, nəticəni görək. Burada nədir? Sadəcə 2 dediyimiz, yəni A-nın qüvvətidirsə, o zaman yes çıxardır. Deyilsə ilə bağlı necə bir iş görə bilərik? Belə bir şey deyə bilərik. Yəni K bərabərdir 1 yazarıq. Hətta burada da K bərabər 0 yazarıq. Və yekunda əgər K bərabərdir 1-dirsə, bu true false məntiqidə yəqin ki bildiniz. K bərabərdir 1-dirsə, deməli print yes və əks halda print no. Yəni bunun tərsindən baxsaq, K nə zaman 1 olacaq? Bu if işləyəndə. If nə zaman işləyəcək? Deməli x A-nı A üssü i-yə, yəni A-nın qüvvətidirsə işləyəcək. İşləməsə, deməli K 0-da qalacaq. Ona görə bu məntiq bizim işimizi görəcək. 8 2 yazaq ilk öncə, yes verdi. Və 8 3 daxil edirik, no verdi gördüyünüz kimi. 120-ci suala baxa bilərik. Klaviaturdan daxil edilmiş x və n natural ədədləri üçün s bərabər 1 plus. Buradan bunu ayırsaq, deməli s-in başlanğıc qiymətini 1 götürəcəyik və x kvadratı x üssü 4 2 2 artır cüt şəkildə gedir. 2 üssü n-dir və 2 faktorial 4 faktorial yenə də bu faktoriallar da bu şəkildə gedir və bunu nəzərə alsaq, gəlin yazmağa başlayaq. X və n-i də isə daxil eləməliyik. Sözsüz ki, 120-ci sual. Deməli, n bərabərdir int input. Bizim n ədədimizdir və x bərabərdir int input. Bunları daxil elədik. Və dedik ki, s-in başlanğıc qiymətini 1 götürəcəyik. Bunu da burada götürürüm. For ilə yazırıq. For i in range. Və orada görmüşdük ki, 2-dən başlayırdı. 2-2 artacaq, amma 2n plus 1-ə qədər. 2 vuraq n üstə ilə 1 yazıram. Və 2-2. Bu şəkildə artacaq. Yəni 2n plus 1 ona görə yazıram ki, 2n daxildir. Faktorialı tapacağıq. Faktorialı da hər dəfə tapması lazımdır. Bayaq baxdıq burada. Görürük ki, burada 2 faktorial var. Gördüyünüz kimi burada. 2 faktorial nə deməkdir? 1 vura 2 deməkdir. Amma 4 faktorial 1 vura 2 vuraq 3 vuraq 4 deməkdir. Yəni burada 3 faktorialı hesablamasın. Yəni burada plus 3 faktorial yoxdur yəni. Amma 4 faktorialın içərisində 3-ü hesablamalıdır deyə ona görə biz faktorialı gəlin ayrı bir şəkildə yazaq. Deməli, baxaq burada necə yazırıq. For in range 2-dən 2n plus 1-ə qədər yazdıq və 2-2 artırdıq. Faktorial olacaq və hər dəfə faktorialı resetləməliyik biz. Yəni 2 faktorialın faktorialını tapmaqdan ötürü h1-dən başlasın və eyni zamanda 4 faktorialı hesablamaqdan ötürü yenə h1-dən başlasın. 1 vura 2 vura 3 vura 4. Bu şəkildə geçsin. Və odur ki, bir dənə də dövr atacağıq. For j in range 1-dən və i plus 1-ə qədər. Həmin buradakı i-ni götürəcək. i-yə qədər ədədlərin faktorialını tapacağıq və burada da h bərabərdir. h vuraq j-ni yazmış oluruq. Yəni artıq faktorialı tapandan sonra bu dövrdən çıxaq. S bərabərdir. S üstə gedək. S-imiz bəlli. X üstü i. İlk i-miz 2-dir. Yəni x üstü i-ni bu şəkildə yazdıq. Bunu da böləcəyik h-a. Hətta istəyirsiniz bunu belə yazsaq daha aydın olur. X üstü i-ni bölürük həmin faktorialı. Yəni h-a. Məsələn, print s. Print s. Deməli, bu da 120-ci sualın izahı idi. Dəyərli yoldaşlar, burada dayandırıram. Bir qədər çətinlik çəkirəm danışmaqda səs tellərinə görə. Ümid edirəm ki, bundan sonraki hissəndə növbəti günlərdə video çəkib paylaşa biləcəm. Siz isə bu videonu mütləq və mütləq suallarına baxarkən özünüzdə bunları yazın, düşünərək yazın. Hətta hər dəfə bunu deyirəm, videonu müəyyən bir hissədə saxlayıb, öz kodunuzu yazıb, əgər nəsə bir çətinlik çəkərsinizsə, yenidən videonun davamına baxa bilərsiniz. O zaman daha yaxşı öyrənmiş olacaqsınız. Hər birinizə uğurlar. Videoları bəyənməkdə, kanalı izləməkdə davam edin.
Hətta bunu da qeyd edim ki, zamanla YouTube kanalımızda və ya eyni zamanda digər sosial şəbəkə hesablarımızda müəyyən alqoritmlərlə bağlı suallar paylaşırıq. Həmin sualların cavablandırmasında aktiv iştirak edərək özünüzü bir qədər də təkmilləşdirə bilərsiniz. Bugünlük isə bu qədər. Növbəti videolarda görüşənədək hələlik.